Mılının Mərsiyə deyənləri mahnı oxub konsert verdilər 29 Aralıqda, xatırlayırsınız. Sayın Əliyevlə Sayın Erdoğan da təkrir elədilər. O hadisə yadınızdadırmı? Əlbəttə. O hər gün davam edir. Sizin xəbəriniz varmı? Orada Azərbaycan müğənniləri də iştirak edir. Kimdir? Bakı şəhərindən ora gedən müğənnilər Kimdir var. onlar? Nədir o? Seyid Taleh Radicahidi nədir o? Belə bir adam varmı? Özünü döyən, hə, o. Bizim operatorun ağlayan, rəsmi varmı? Bir göstərsək. Var bizdə elə bir şey. Aha. Bugün hardadır Zahir bəy, bilirsinizmi o? Allah Allah. Türkiyə sınırlarında özəlliklə Azərbaycan türklərinin yaşadığı bölgələrdə Mərsiyə konsertləri verirlər. Özü kimlə bir yerdə Zahir bəy? Kimlə? Amırının konsertini aparan Zəncənli var idi. Nə idi onun adı? Bizim o dövlət təhqir eləyən həmən adamla. Mehdi Rəsulla bir yerdə. Bu. Mehdi Rəsulun, bu Boradicahıdır bu. Hə, bu Mehdi bunu Rəsulu bunlar bir yerdə. Bax bu, Mehdi Rəsulu Ərdəbil konsertinin aparıcı figurudur. Mərsiyədəyən də bunlar. Aha. Bunlar Xamneyinin artistləridir, belə deyək. Bəli. Boradicahı da Xamneyinin artisti kimi bugün Türkiyə sınırlarındadır. Amma nədən danışırlar, bilirsinizmi? Ha? Nədir onların açıqlamaları, siz bilirsiniz, Zahir bəy? Xeyr. Osmanlı ilə İran dövlətinin savaşı ilə bağlı şəbəklər deyib ağlayırlar ki, Osmanlı o vaxt bizi qırıb, şah xətaydan danışırlar. Bu deyir. Bu demir Zahir bəy. Bu onlarla bir yerdədir konsertdə. Bu kimdir ki, buna dedizdirirlər? Hazır mətnlər gəlir, mahnılar yazılır, bunlar oxuyurlar da. Bəs bu necə əlini qolunu sallayıb gəzir? Şah İsmaildən ağlaşmalar qururlar. Səlim bunları belə qırıb. Biz Sünni, eşirsənmi? Osmanlıya qarşı vuruşduğumuz kimi bugün Türkiyə qarşı vuruşmalıyıq. Allah Allah. Gədələr oradadır, bax.